qadınlara baxanda mən həyəcan hissi keçirdirəm. Qorxu hissi keçirdirəm. Bütün negativ hisslər var, hamısını keçirdirəm. Bir dənə ona görə ki, bu qadınlar kiminsə analarıdır. Yəni bunlar da oğlan uşağı böyüdürlər. Oğul deyə bilmərəm buna. Bunlar böyütdüyünə. Çünki bu cür nə böyütdüyü, yəni bu cür adamların böyütdüyü nə ola bilər? Oğul ola bilərmi sizcə? Bir söz, mən demirəm ki, bunlar kiminsə bacısıdırlar, kiminsə həyat yoldaşlarıdır. Çünki görünür ki, əgər doğrudan da bunların qardaşları var, həyat yoldaşları var, ataları varsa, onda həmən o qardaşlar, həyat yoldaşlar, atalar ən alçaq insanlardır. Çünki başqa cür onları adlandırmaq olmaz. Çünki yəni, ən böyük təqsir ki, bu qadınlar bu gündədirlər bu dağa. Hələ məhz onların o kişilərindədir. Başa düşürsünüz. İndi mənə bir dənə şey maraqlıdır. Bu hardan qırıldı? Hardan bax bu gəldi, çıxdı bizim gözümüzün qabağına, bizim önümüzə? Bilirsiniz, bu bölgə məsələlərini qoyaq bir qırağa ya. Mən qətiyyən bu mövzuya toxunmaq istəmirəm. Yəni bu demək deyil ki, bunlar 100% nə bilim hardansa gəlmədilər, yaxud hansısa bölgədən gəlmədilər. Bunlar bizim Azərbaycanlılarımızdır. Başa düşürsünüz. Heç bir fərqi yoxdur, bunlar hardandılar. Mənə sadəcə o maraqlıdır ki, bizim Azərbaycanımızda bax nə oldu, nə baş verdi ki, bu cür nələr yağışdan sonra necə ki göbələklər yerdən pırt deyib çıxırlar ha. Və bunlar da bax bu cürünə çoxaldılar. Harda baş verdi bax o proses, bax o qırıntı, yəni neyin nəticəsində bu baş verdi? Əsas bax məni maraqlandıran bax budur. Çünki biz Azərbaycanlıyıq, biz elə belə xalq deyilik. Biz tarix yazan bir xalqıq. Bizim haçansa Xurşudbani Natəvanlarımız olub, bizim Tomiristlərimiz olub, bizim Aida xanım İmanquliyeva kimi bir alimlərimiz olub, bizim Şövkət Ələkbərova kimi sənətkarlarımız olub, bizim elə hal-hazırda, yəni ki, milyonlarla qadınlara nümunə olan, yəni ölkəmizin vitse-prezidenti Mehriban xanım kimi bir xanımımız var. Başa düşürsünüz, yəni ki, hansından ki, ibrət götürüləsi bir adamdır da. Yəni, bizim Azərbaycanlı qadınlar həmişə məşğul olublar. Yəni, Zərifə Əliyeva xanım, Dilarə Əliyeva. Ahasını deyim mən sizə, yəni bunların bir söz saylamaq, nə qədər istəyirsiniz, oturub belə bir sadalamaq olar da. Yəni, mənə maraqlıdır ki, bu hardan gəldi, çıxdı? Harda bu qırıldı ki, bax, bu cürnələr bu dəqiqə tam şəkildə bütün efiri doldurublar. İnansız, onları görəndə məndən asılı deyil. Bəlkə də mənim beynimə ən radikal bir fikirlər gəlir. Başa düşürsünüz. Bəlkə də ən radikal nə ki var, adını burada çəkmək istəmirəm, amma ki, mənim beynimə bax, belə bir şeylər gəlir. Özümdən bacara bilmirəm. Yəni, hirs məni boğur. İndi də baxın, görün. Söhbət nədən gedir? Sen hiç narahat olma. Yok. Olmadı. İnsansa iç kimin? Yok.